Pensiya yaşı nə vaxt dəyişdiriləcək? Maliyyə Nazirliyinin yaxın 4 il üçün açıqladığı sənəddə bildirilir ki, Azərbaycanda uzunmüddətli dövrdə əhalinin yaşlanması, gözlənilən orta ömür müddəti və digər amillər pensiya sistemi qarşısında mühüm çağırışlar yarada bilər. Vurğulanıb ki, 2024-cü ildə Azərbaycanda orta ömür uzunluğu 74 il 6 ay təşkil etsə də, BMT-nin proqnozlarına əsasən mövcud artım tendensiyasının davam edəcəyi halda 2050-ci ildə 78 il 6 ay olacağı gözlənilir. Həmçinin 2024-cü ildə 65 yaşdan yuxarı şəxslər əhalinin 9,1%-ni təşkil etdiyi halda bu göstəricinin 2050-ci ilin sonunadək 2 dəfə artacağı, yəni 18,1%-ə çatacağı gözlənilir. Maraqlıdır bu baxımdan pensiya sistemində hansısa dəyişikliklər ola bilərmi? Hüquq müdafiəçisi Sahib Məmmədovun sözlərinə görə Azərbaycanda sürətlə nəsil vermə əmsalı aşağı düşməkdədir. Ölkəmizdə demoqrafik vəziyyətin pisləşməsi gözlənilir. Bu da dövlətin sosial yükünün artmasına gətirib çıxaracaq. Ekspertlər xatırladırlar ki, Avropada pensiya yaşının artırılmasının səbəbi əhalinin yaş tərkibinin ciddi dəyişməsi nəticəsində sosial təminatın həyata keçirilməsində çətinliklərdir. Bu baxımdan Azərbaycanda evlilik istiqamətindəki məhdudlaşdırıcı tədbirlər bu problemi uzunmüddətli dövrdə ölkəmiz üçün də aktuallaşdıra bilər. Qeyd etmək lazımdır ki, hazırda Azərbaycanda kişilərin pensiya yaşı 65, qadınların isə 64 il 6 aydır. Qanunvericiliyə görə hər bir təqaüdçünün 12 il pensiya ödənişi alması nəzərdə tutulub. Lakin orta ömür uzunluğunun hələ 2024-cü ildə 74 il 6 aya çatdığını nəzərə alanda əhalinin orta hesabla 9 il 6 ay 10 il pensiya aldıqları məlum olub.